Jurnalist Gülşən Şərəf. Bəli, Gülşən bizim tanınmış jurnalistimizdir. Bir yerdə çalışmışıq Gülşən xanımla, Gülşən Şəriflə. Onun videosu, şəklini daha doğrusu bir də təkrar sizə göstərəm. Bu xanımdır. Yeni çağda bir yerdə çalışmışıq Gülşən xanımla. Çox yaxşı xanımdır. Çox gözəl qələmi var, ürəyi var, qəlbi var. Artıq xəstəliyi ilə mübarizə aparılır. Artıq bu xəstəliyə yoluxub, uzun müddətli bu xəstəliklə mübarizə aparır Gülşən xanım. Burada rubrika nöqtası verir xəbəri. Elə mən də xəbərdaram bu xəbərdən. Elə Sara Səfra da bu xəbəri versin. Mən düşünürəm. Hazırda ağır müalicə prosesindən keçən həmkarımızı qarşıda 9 seans müalicə və mürəkkəb cərrahi əməliyyat gözləri uzun və çətin mübarizə aparan jurnalistin həm maddi, həm də mənəvi dəstəyə ehtiyacı var. Həmkarları Gülşən Şərifi bu ağır sınaqda tək qoymamağa, həmrəylik nümayiş etdirməyi çağırır. Bildirir ki, imkan daxilində məlumatın paylanılması, dəstək göstərilməsi onun müalicə prosesinə böyük töhfə ola bilər. Artıq təbii ki, mən də gördüm, bank hesab nömrəsi var, qoyulubdur orada. Düzdür, bankın adı yazılmayıbdır. Mən bir neçə dəfə onlara yazdım ki, bankın adını göstərin, hansı bankdır, Ekspresdir, Kapital bankdır və yaxud digərləri beynəlxalq bankdır. Hələ ki, mənə cavab verməyiblər. Burada da yazıblar bank hesab nömrəsini. Mən çox bilmirəm, siz görə biləcəksiniz ya yox. Amma hansı bank olduğu göstərilmir. Gülşən xanım, biz hər birimiz sizin yanınızdayıq. Təbii ki, mən də imkan daxilində çalışacağım ki, sizin yanınızda olun və bütün jurnalistlərdən xahiş edirəm ki, gəlin Gülşən xanımın yanında olaq. Çünki heç kim öz həyatını sığortalamayıb xəstəlikdən. Hər birimiz bu xəstəliyə tutula bilərik. Əsrin bəlası, böyük bəlası xəstəliyindən bizim Gülşən xanım həmkarımız əziyyət çəkir.